kimi ölüm marşı bəstələdim və bu İlham Həczadənin ifasında oldu. İlk əsər belə daxil oldu Qızıl Fonda. İkinci əsərim İlhamə Quliyevanın ifasında Azərbaycan ömürlük prezident olsun İlham Heydariç. Belə deyildi ikinci əsərim. Üçüncü əsərim İdman marşı oldu. Yenə də gözəl müğənnilərimizin ifasında. Sonra Alim Qasımovun ifasında Vətən oldu dördüncü əsərim. Və beşinci əsərim yenə də Qalib Qarabağdır. Mən çox təşəkkür edirəm xalqıma, insanların demək əziyyətinə hər zaman bizim mühtərəm prezidentimiz, ulu öndərimiz bilirsiniz ki, hər zaman qiymət veribdir. İncəsənət insanları dövlətimiz tərəfindən hər zaman adlandırılıbdır. Və mən fəxr edirəm ki, bugünkü gündə şəhidlərimizin qanının bahası ilə biz azad ölkənin azad insanlarıyıq. Vaxt var idi ki, Xocalıda bizim millətimizi necə əzirdilər, necə faşistlər belə demək lazımdır. Faşistdən betərdilər, bəli. Biz Şuşaya getdik, Fəxriyə xanım da buradadır, Zehra xanım da buradadır. Gözəl bir filmdə izlədik orada. Çox təşəkkür edirəm təşkilatçımıza da, həqiqətən. Amma inanın ki, o qarışlarda həm göz yaşı var idi, həm sevinç. O dağlarda qanlar var idi. O qanları görən insanlar, inanın ki, göz yaşı ilə biz Şuşaya daxil olmuşuq. Amma yenə fəxr edirik ki, biz Şuşaya daxil ola bildik. Çox sağ olsun buna görə bizim dövlətimiz, həqiqətən də. Elə ulun öndərimizin qoyduğu qanuna görə, onun övladını bu torpaqları azad elədiyinə görə biz burada qeyrətimizlə, namusumuzla öz torpağımıza daxil olduq, Şuşamıza daxil olduq. Və ikincili olaraq demək istəyirəm ki, mən buradan qeyri-təşkilat sədrlərinə təşəkkür edirəm, başda Zehra xanım olmaqla, Gülşən xanım. İnanın ki, biz yeni bir qeyri-təşkilat yaratdıq. Türk dilli xalqların birliyi, sülh birliyi. Məbəd xanım bizim, mənimlə bərabər təsisçi direktorumuzdur, mən sədrəm. Amma inanın ki, bu xanımlar bizə elə ürək açdılar ki, Zehra xanım çox sağ olun, nə gözəl ki varmısınız, Bahar xanım. Həqiqətən də mən inanmazdım ki, qadınların dayanışmasında bu qədər biz kürək-kürəyə verə bilərik. Var olsun Azərbaycan, var olsun Azərbaycan xanımları, var olsun millətim. Mən sevirəm millətimi.